Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramında çalışan erməni əsilli Armen Qriqoryan, Narina Sakyan, Meri Tavukçyan və Stepan Margaryan özlərinin sosial şəbəkə platformalarını nifrət zəminində istifadə edərək ölkəmizə, Azərbaycanlılara, həmçinin Türk xalqlarına qarşı qərəz, böhtan, təhqirlər səsləndirir, açıq şəkildə separatizmi təbliğ edirlər. Vətəndaş cəmiyyəti institutların təmsilçiləri isə tələb edir ki, bu insanlar BMT strukturları tərəfindən cəzalandırılsın. Onlar hətta biz çox təəssüf hissi ilə qeyd etməliyik ki, hətta irəli çəkiliblər. Yəni orada məsələn Armen Qriqoryan bu yaxınlarda Şimali Makedoniyada rezident rəhbər vəzifəsinə gətirilib. BMT özünün qoyduğu etik prinsiplərə zidd olan, zidd gedən əməkdaşlarını hesab edirik ki, cəzalandırmalıdırlar. Beynəlxalq qurumlarda çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycan dövlətinə nifrət aşılayan çıxışlar edib. Bu çıxışlar isə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır. Digər beynəlxalq təşkilatlara da, dövlətlərarası təşkilatlara da ad-bad müraciətləri ünvanlanacaq. Həmin konkret pozuculuqla məşğul olan əməkdaşlarının orada adları göstəriləcək və bu əməkdaşların məsuliyyəti barədə ölçü götürülməsinə çağırış edəcəyik. Güman edirik ki, bu cür Azərbaycan İctimaiyyəti Vətəndaş Cəmiyyəti institutlarının çağırışına diqqət yetiriləcək. Əgər yetirilməzsə, onda başqa platformalarda biz öz hüquqlarımızı müdafiə etməyə çalışacağıq. BMT-nin baş katibi Antonio Guterresə ünvanlanan müraciətdə qeyd olunur ki, həmin şəxslər əməllərinə görə cavabdehlik daşımalıdır. Beynəlxalq hüququn əsas prinsipi birtərəflik və hüququn aliliyi prinsipidir. Əgər həmin beynəlxalq qurumlar öz missiyalarında, öz nizamnaməsində beynəlxalq hüququ əsas götürürlərsə, buna qarşı mövqe bildirməlidir. Həmin insanlar dərhal cəzalandırılmalı, vəzifələrindən azad edilməlidir. Nifrəti, ayrı seçkiliyi, ləyaqəti alçaldan rəftarı təbliğ edənlərin sülhü, humanizmi təbliğ edən qurumlarda çalışması beynəlxalq mülki qulluqçuların bütün əsas prinsiplərinə və etik normalarına da ziddir. Azərbaycan ictimaiyyəti olaraq, ictimai təşkilatları olaraq bu münasibətləri sonuna qədər izləyəcəyi və tələb eləyəcəyi ki, günahkarlar öz cəzasını alsınlar. Azərbaycanın Vətəndaş Cəmiyyəti institutları hər zaman ədalətli olmaq prinsipini irəli sürən BMT-dən qurumun əməkdaşlarının böhtan, şər, təhqir əməllərinə ədalətli qiymət verilməsini tələb edir. Əks təqdirdə Vətəndaş Cəmiyyəti institutları digər adekvat addımlar atmağı düşünür. Südabə Cahangirli, Urfan Əliyev, ASTV Xəbər.